çəkim olar. Belə də dərd olar. Bu probka nə vaxt qutaracaq? Heç vaxt, belə getsə heç vaxt. De, yolu yenə qazıyıblar. Ay kişi, bu yolu keçən dəfə qazımamışdılar. Qazdılar, hələ üstündən asfalt da çəkdilər. Ay kişi, mənə başa sal da, başa sal məni. Asfalt çəkiblərsə, niyə təzədən qazıblar, hə? Ay kişi, asfalt çəkəndən sonra prorabın yadına düşüb ki, telefonu qalıb yerin altında. Ona görə yenə qazıyıblar. Yox, belə olmaz axı. Ay cəmaat, mən düz 2 ildir ki, bu probkadan çıxa bilmirəm. Şikayət edəcəm. Mən Nazirlər Kabinetinə zəng eləyəcəyəm indi. Zəng elə. Elə onlar da birinci qudokdan sənə alo deyəcəklər. Hələ bir sən eləməyəcəyəm. Salam, siz Nazirlər Kabinetinə zəng eləmisiniz. Təklifiniz varsa, bir düyməsini basın. Bizi tərifləmək istəyirsinizsə, 2 düyməsini basın. Şikayət eləmək istəyirsinizsə, bayra basın. Nicat Salmanov kimdir? O mənəm. Ala, sənə evdən pasilka gəlir. Pasilka gəlib. Gözün aydın olsun. Pasilka gəlib. Diyan görüm. Deyərsən məktubdur. Salam əzizim, arvadımdır. Təxtə ver deyə. Düz 3 ildir ki, mən səni görmürəm. Çünki mən evdəyəm, sən isə tıxazda. Televizorda eşitdim ki, bu qış hava yaman soyuq keçəcək. İşimiz var. Ona görə də sənə isti paltar göndərmişəm. Yüzümdə tıxazda qalsam, mən səni yenə də gözləyəcəm. Reis, boşalt yolu gedək işimizə gücümüzə də. Akki, düz deyirlər. Heç olmasa bəylə gəlini bıraxın da. Bu gün toyları da axı. Sən nə danışırsan? Bizim toyumuz düz 5 il bundan qabaq olmalıydı. Sən də gedək Çerez Bulvar, orada şəkil çəkdirək. O de, sənin andıra qalmış şəkillərin bizi düz 5 illik probkaya saldı. Tezliklə buradan çıxarsınız, toyunuz da olar, uşağınız da. Ay kişi, ağzımda deyirəm ki 5 ildir buradayıq. Mənim böyük oğlum 2 ildən sonra məktəbə gedəcək. Ata, o düzdür ki, Bakıda qız qalası var. Düzdür oğlum, düzdür. Buradan çıxan kimi məni o apararsan. Qorxuram ki buradan çıxanda sən öz uşaqlarını qız qalasına aparasan. Ay cəmaat, belə olmaz axı. Şimdi bu probkaya görə bu yazıq uşaq heç Bakı şəhərini görməyim. Mən zəng eləyəcəm, mən şikayət eləyəcəm özdə Milli Məclisə. Zəng elə. Elə 124 deputat birdən sənə alo deyəcək. Mən zəng eləyim, sən də bax. Salam, siz Milli Məclisə zəng eləmisiniz. Hal-hazırda xəttimiz məşğuldur. Ona görə biz sizi Nazirlər Kabineti ilə calaşdırırıq. Salam, siz Nazirlər Kabinetinə zəng eləmisiniz. Nə qədər olar, nə qədər olar? Koltukçi! Ayca! Müşsulun ver, oğlun əskərlikdən qayıdır. Təbrik edirəm. Ata! Oğlum! Danış görüm, əskərin necə keçdi? Əla! De görüm, harada xidmət elədin? Qonşu küçədə. Bir il bundan qabaq Vaynkamat məni buradan əskərliyə aparanda maşınları qonşu küçədə düşdü probkaya. Mən də düz 1 il qaldım qonşu küçədə, qayıtdım evə. Burada? Dezertirim. Ay cəmat, ay probka eli. Qəttəzə böyük Pradonu 2 dənə balaca Hyundai'ya dəyişirəm. Xeyr ola. Eşi arvadla boşanırıq, ayrı yaşayacağıq. Ona görə də əmlakı bölürük. Salam, mən arkadakı başında yaşayıram. Xeyr işimiz var. Hamınızı 18-ci sıradakı qırmızı 07'ye oğlumun sünnət toyuna dəvət edirəm. Ayaq saqqal, qaça qaçdı, biraz gözlə, probkadan çıxaq uşağı kəstirərsən də. Mən nə qədər gözlüyüm? O deyil, uşaq öküz boyda kişi olub ki. Ata, qorxuram bəlkə lazımdır. Kes sesini. Bu nə biabırçılıqdır? Ay cəmaat, bu nə biabırçılıqdır? Heç adam da ömrünü probkada keçir də. Mən şikayət eləyəcəm, mən zəng eləyəcəyəm. İndi kimə zəng eləyib şikayət eləyəcəksən? Mən... Mən Bakı şəhər Dövlət Yol Polisinin rəisinə zəng eləyəcəm. Zəng elə. Elə o da oturub sənin zəngini gözləyir. Alo, salam. Salam. Bakı şəhər Dövlət Yol Polisinin rəisidir. Bəli.
Utanmırsınız hala, bu ne biabırçılıqdır hala. Oturmuşsunuz kabinetinizdə, hiç dünyadan xəbəriniz yoxdur. Camaat ömrünü probkada keçirdir, heç bir tədbir görmürsünüz. Nə qışqırırsan? Mən özüm bir ildir ki bu probkadayam. Yazın əvvəlində, payız çağında, yayın istisində, qış soyuğunda dolubdur şəhərə çoxlu maşınlar, çoxlu maşınlar. Tıxacdan əziyyət heç vaxt çəkmirlər. Şəhərdə xod gedir, nömrələr, nömrələr. Məmurlar, məmurlar kef edir, məmurlar, məmurlar.